Təmizliyimizin 5-ci hissəsi başlasın. Tak dostlar, telefonumun zaradkası az olduğundan mən sizə başa salım mən neyniyəcəm. Bax, indi bunu təmizləyəcəm və qoyacağım ora uqala, ora küncə. Çünki o küncü təmizlədim ki, buranı da yığışdıra bilim. Onun üçün də bu əşyaları harasa çəkməliyəm. Bax, indi buranı yığışdıracağım, biləsiz də, yəni gördüyüm işləri. Buranı uca çəkməyəcəm, çünki yenə də deyirəm, telefonumun zaradkası yoxdur. Prosta bunlar sonra olacaq orada. Sonra başlayacağım bu ortalığı yığışdırmağa. Hələ bunları ora çəkməliyəm. Deməli, bax belə. Bu hissəni sildim. Görürsünüz. Bu stolun üstündən əşyaları götürdüm. İndi bunları hamısını, bir-bir ittiklərini, zadını, çirkini hamısını silməliyəm ki, bu stolu adam vidinə gətirim ki, biz sonra qastinlərin üstünə, qastinləyə aparaq və bunu adam vidinə gətirib qoyaq. Yəni, bax belə. Sonra da bax, bu polkaları siləcək. Əslində normal şkafdır. Bu prosto belə deyək də, lap da normal olması üçün normaldır, biraz pis duyur. Onu da abadlaşdırıb adam vidinə gətirərik. Baxın, bu stolla sonra nə edə bilərəm? Stolla, stol yox. Bu stol deyil, bu şeydir. Komoddur. Bərəkində də heç başa düşmədim nədir. Tabi bunu. Yenə də deyirəm, dostlar, səslənirəm sizə. Kimin bir dənə, heç olmasa bir dənə yataq, kravatçı var, kravat. Bizə təcili kravat lazımdır bu günə. Xahiş edirəm, bir dənə baxın. Kimin bəlkə skladuşkası var, bizə təcili yataq lazımdır. Çünki özünüz də görürsünüz ki, yəni bu yatılası kravat deyil. Tak, dostlar, buranı boşaltdım, bura yığdım. Şimdi buranı təmizləyirəm. İşi onu da deyim ki, 9 manat 60 qəpik o biri otağın puluna klyonka aldıq. Çünki pul nəmişlikdir, onun üstündən xalça hayıbdır sərmək. Usta gedib klyonka almağa 9 manat 60 qəpik elədi. Sizə nə görsədim? İşıq yox idi burada. İşləmirdi heç nə. Bizim ustamız işıq. Tak, hamamda işıq. Buradan belə göstərirəm, usta istəmir onu göstərirəm. İşıq. Ay millət, işıq. Təsəvvürünüzə getirirsiniz, işıq nədir? İşıq. Getməmişdən öncə qaçdım bizim qonşumuzdan. Sina xanım. Görün nə gözəl yastıq verdi. Oy, lap gəlin yastığı verdi. Bizim qonşumuz Sina xanım. Sağ olsun. İndi bunu buradan çıxardım. Oy, ağırdı. Qəşəng yastıqlardı. Görün nə gözəldir. Çox sağ olsun. Hər kəs ki kömək eləyir. Hamısı sağ olsun. Allah hamısına razı olsun. Və belə. Yaxşılıq bizə qalır bu həyatda.
Nə pis sözləri özümüzlə aparırıq, nə pis hərəkətləri. Yaxşılıq. Yaxşılıq. Vay belə, görürsünüz. Uşağın kitablarını bura qoydum. Tak, bu onların yastıqları. Vay belə.